Bugün sizə kənd yerində Çinlilərin yaş kateqoriyalarına uyğun nəqliyyat vasitələrini göstərəcəm. Misal üçün 75 yaşın üstündə belə bir nəqliyyat vasitəsi var. Bunu bir dəfə də təqdim eləmişdim. Açarı buradan salırsan, bununla qabağa gedir, bununla dala gedir, siqnalı var, işığı var və yavaş rejim, sürətli rejim bu yaşlılar üçündür. Gənclər və orta nəsil üçün isə motosikl olur və avtomobilləri olur gənclər üçün. Və skuterda istifadə edirlər. Bu qaynanamındır. O isə qaynatamın motosiklidir. Bu avtomatdır. Yəni açarımı hər iki işə saldım, qazı ver sür, o isə mexanikadır. Bu yaşıma kimi mexanika motosikl sürməmişdim. Amma YouTube'da 10 dəqiqə videoya baxaraq necə sürüldüyünü öyrəndim. Necə sürüldüyünü sizə izah edirəm. İlk öncə xoda salmalısınız. Xoda salanda burada neytrallı olmalıdır. Eynən mexanika avtomobillərdə kimi. Əgər birinci sürətlər qutusunda olsa, siz mühərriki işə salan kimi motosikl yerindən tullana bilər. Birinci skorus, ikinci, üçüncü, dördüncü sürətlər qutusunu elə keçirirsiniz. Lakin sürətlər qutusunu avtomobildə kimi keçirmədən öncə burada mufta var. Mufta deyirlər buna. Muftanı sıxıb elə keçirməlisiniz. Qaza basdıqca yavaş-yavaş əlinizi muftadan yavaş-yavaş tədricən aralamalısınız. Eynən avtomobildə kimi. Mexanika maşın sürənlər, siz əgər velosiped sürməyi bacarırsınızsa, mexanika motosikl da sürə bilərsiniz. Motosiklin gücünə bələd deyilsinizsə, hər şeyi başlanğıcda tədricən eləyin, yavaş-yavaş. Qaza birdən-birə köklənməyin. Motosiklin qabağı qalxar, yıxılarsınız yerə.